Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salıb. Hindistan vətəndaşlarını İranı tərk etməyə çağırdı. İndi isə də ətraflı. İranda 17 gündür ki, davam edən ümumxalq etirazlarında öldürülən 2403 nəfərin kimliyi müəyyənləşdirilib, öldürüldüyü bildirilən 779 nəfərin isə hələlik kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Bunu İran İnsan Haqları Təşkilatı bildirib. Eyləmlər zamanı ölənlərin dəfn mərasimində hökumət əleyhinə şüarlar səsləndirilib, Xamneyə ölüm istənilib. İzləyək. Bir neçə gün ərzində ölkədə minlərlə insanın öldürülməsi dəhşətli faciədir. Bunu İranın Sünni din xadimi və Zahidanın Məkki məscidinin cümə imamı Mövləvi Əbdülhəmid deyib. Bu acı hadisə İran xalqını kədər və qəzəbə qərq edib və dünyanın hər yerindəki azad insanların vicdanını dərindən yaralayıb deyə o əlavə edib. Din xadimi qətliam məsullarının buna görə məsuliyyət daşıdıqlarını bildirib. Şübhəsiz ki, bu cinayətə göstəriş verənlər və törədənlər bu dünyada məsuliyyət daşıyacaq və axirətdə ilahi əzaba düçar olacaqlar. İranın Xarici İşlər naziri Abbas Araqçı və Amerika prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff arasında birbaşa təmaslar dayandırılıb. Bu barədə anonim İranlı rəsmi Reuters-ə danışıb. O bildirib ki, Amerikanın təhdidləri diplomatik səylərə zərbə vurur. Mənbə Witkoff və Araqçı arasında nüvə məsələsi ilə bağlı keçirilə biləcək görüşlərin də ləğv edildiyini bildirib. Qeyd edək ki, bundan əvvəl Amerika prezidenti Donald Trump İranlı rəsmilərlə bütün görüşləri ləğv etdiyini elan edib. İran məhkəmə sisteminin rəhbəri ABŞ prezidenti Donald Trumpın xəbərdarlığına baxmayaraq, ölkə miqyasında etiraz eyləmlərində saxlananlar üçün sürətli məhkəmə proseslərinin və edamların olacağını işarə edib. O, bu barədə İranın dövlət televiziyasında çıxışı zamanı bildirib. Bir iş görmək istəyiriksə, indi görməliyik. Nə isə etmək istəyiriksə, cəld şəkildə etməliyik. Əgər 2-3 ay gecikmə olsa, lazımi effekt olmayacaq deyə EJ vurğulayıb. Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trump İrana edamlarla bağlı xəbərdarlıq edib. O, Vaşinqtonun buna kəskin reaksiya verəcəyini bildirib. EJ-nin bu çıxışı Trumpa meydan oxuma kimi dəyərləndirilir. İran Amerika tərəfindən hücuma məruz qalacağı təqdirdə ABŞ-nin region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib. Reuters-ə danışan anonim İranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib. Tehran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, Amerika İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq deyə anonim mənbə qeyd edib. Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da İrana hücum olacağı halda Amerikanın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, etirazçılara qarşı ölüm cəzasının tətbiqi ilə bağlı elan edilmiş plan qanunsuzdur və hakimiyyətin nümayişləri yatırmaq üçün edamlardan istifadə etməyə hazır olduğunu göstərir. Tehranın qərbindəki Fərdisdə hökumət əleyhinə etirazlar zamanı 8 yanvarda həbs edilən 26 yaşlı İranlı etirazçı Ərfan Sultani ölüm cəzasına məhkum edilib və çərşənbə günü edam edilməli idi. Sato X-da yazıb ki, çərşənbə günü edam dərhal baş tutmasa belə edam cəzasının tətbiq edilməsi niyyəti və etirazçının müharibə ittihamı ilə məhkum edilməsi toplaşmaq və ifadə azadlığına hörmətsizliyi göstərir. Sato deyib, ölüm cəzası toplaşmaq və ifadə azadlığına hörmət edilən bir ölkənin cavabı ola bilməz. Hindistanın Tehrandakı səfirliyi vətəndaşlarını İranı tərk etməyə çağırıb, bu barədə səfirlik bəyanat yayıb. Hindistan vətəndaşlarına İrandakı etirazlara qoşulmamaq tapşırılıb və mümkün olan hər bir vasitə ilə, eləcə də kommersiya uçuşları ilə olsa belə İranı tərk etmək tövsiyə olunub. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.